Macarıstan mətbəxinin klassikası. Vaxtilə aristokratlar üçün hazırlanan və tarixi olan bir tortdur. Fındıqlı laylar, zərif krem, ətri və dadı ilə unudulmaz bir desertdir. Resepti mütləq yadda saxlayın. Əminliklə deyirəm ki, siz bu tortu hazırlamaq istəyəcəksiniz. Şirinliyi ilə yormayan, boğmayan desertləri xoşlayırsınızsa, bu tort sizlikdir. Onu da qeyd edim ki, eyni zamanda glutensiz desert sayılır. Hazırlamağı isə çətin görünsə də, əslində o qədər də çətin deyil. Əvvəlcədən krem üçün yağı çıxardıram ki, otaq temperaturunu alsın. Sonra isə keçirəm zavarno, yəni bişmiş kremi hazırlamağa. Digər tortlardan fərqi odur ki, un əvəzi üyüdülmüş badam, qoz və ya fındıq istifadə edə bilərsiniz. Mən bugün fındığı istifadə edirəm. Məncə ən uğurlu variantı budur. Krem hazır olduqdan sonra karamel bişiririk. Fındıqların üzərinə töküb soyumağını gözləyirik. Blenderdan keçirərək nəticə olaraq praline pastasını əldə edəcəyik. Bu etapda fındıqlar yağını buraxana qədər səbirli olmağınız lazım olacaq. Digər fındıqları da sadəcə heç nəsiz blenderdan keçirib fındıq unu əldə edirik. Sonra yumurtaların ağlarını köpüklənənə qədər mikserlə çalırıq və üzərinə hissə şəkər əlavə edirik. Sonda yumurtaların düzgün çırpıldığını bilmək istəyirsinizsə, yəni merenqanın mikseri qaldırdıqda merenqa dimdik şəklində qalmalıdır. Sonra hazırladığımız unu əlavə edirik. Qarışdırırıq altdan yuxarı. Eyni zamanda əks tərəfə də qabı fırladırıq. Bir növ biskvit xəmirinə də oxşadıram mən bunu. Mən düz bucaqlı tort istəyirdim. Ona görə mənim üçün korjları yaymaq əziyyətli oldu. Əgər siz daha rahat hazırlamaq istəyirsinizsə, dairəvi formanın içində yayıb bişirə bilərsiniz. Məsləhət görürəm qabaqcadan perqamentin üstünə hamısını yayasız 9 korj alınır. Çünki qaldıqca merenqa yatır və yaymaq daha çətin olur. Korjlar hazır olanda isə əsas məqam odur ki, barmağınızla basdıqda korj yatmamalıdır. Keçirik kremə. Otaq temperaturundakı yağı 3-4 dəqiqə mikserlə çırpırıq. Sonra həmin o praline pastasını əlavə edib yenidən çırpırıq. Yaxşı qarışdırdıqdan sonra artıq zavarno kremi qaşıq-qaşıq əlavə edirik. Burada artıq tortu yığıram. Yaxşı olar ki, kremi 9 hissəyə bölüb eyni miqdarda hamısına yayasız. Bir də onu qeyd edim ki, korjları yığdıqca qırılsa, sılsa heç bir qorxusu yoxdur. Tort yığıldıqdan sonra bu qəti hiss olunmayacaq. Sonda üzərinə glazuri vurulur. Glazur üçün ağ və südlü şokoladdan istifadə olunur. Mən ağ şokoladı unutmuşdum. Südlü şokoladı isə uşaqlara başım qarışdı deyə çox qızdırdım. Nəysə, bugün məndə glazur alınmadı. Arada belə də olur. Amma buna baxmayaraq tort özü dəhşət dadlıdır.